Salam, hər vaxtınız xeyir olsun əziz izləyicilər. Biz sizinlə dərsimizə qaldığımız yerdən davam edirik. Bizim bugünkü dərsimiz dəyişən elektrik cərəyanı. Dəyişən elektrik cərəyanı nədir? Biz onun haqqında danışacağıq. Deməli, dəyişən elektrik cərəyanı zamandan asılı olaraq sinus və kosinus qanunu ilə dəyişən elektrik cərəyanı dəyişən elektrik cərəyanı adlanır. Deməli, dəyişən elektrik cərəyanı generator vasitəsilə yaradılır və generatorun iş prinsipi elektromaqnit induksiya hadisəsinə əsaslanır. Təsəvvür eləyək ki, burada bizim bir maqnitin qütbləri olsun. Bu qütbə deyək biz N, bu qütbə də deyək S qütbü. Deməli, biz burada bir çərçivə çəkək. Bu olsun bizdə çərçivə. Və biz bu çərçivəni bu istiqamətdə bir bucaq sürəti ilə fırlatmağa çalışaq. Deməli, burada biz bilirik ki, maqnit induksiya vektoru N qütbündən S qütbünə doğrudur. Biz bu çərçivəni fırladan zaman buradan induksiya cərəyanı axır. Yəni, bu induksiya vektorları artır. Burada induksiya maqnit seli fi bərabərdir BS kosinus alfa düsturu ilə hesablanır. Deməli, induksiya vektoru artdıqca maqnit seli də artacaqdır. Daha sonra mən bunu omega bucaq sürətinə fırladan zaman biz bilirik ki, çevrəcə bərabər sürətdə hərəkətdə fi bərabərdir omega t-dir. Burada da fi alfa fərq etmir. Onda alfa bərabərdir omega t yaza bilərəm. Gətirib bu ifadəni alfanın yerinə nəzərə alsam, onda yazaram fi bərabərdir bs kosinus omega t. Deməli, maqnit seli burada bs kosinus omega t qanunu ilə dəyişəcəkdir. Biz bilirik ki, induksiya elektrik hərəkət qüvvəsi epsilon i finin mənfi finin törəməsinə bərabərdir. Burada mənfi fidən törəmə alsaq, yəni mənfini ataq qabağa, bs kosinus omega t-dən zamana görə törəmə alaq. Omega əmsala vurulacaq, onda yazıram bs omega. Sinusun törəməsi mənfi kosinusdur. Burada da mənfi var idi. Mənfi mənfini müsbət elədi. Oldu sinus omega t. Deməli, induksiya elektrik hərəkət qüvvəsi maqnit seli kosinus qanununa dəyişən zaman induksiya elektrik hərəkət qüvvəsi sinus qanunu ilə dəyişəcəkdir. Müsbət sinus qanunu ilə dəyişəcəkdir. Burada induksiya elektrik hərəkət qüvvəsinin amplitud qiyməti bs əmsala bərabərdir. bs omega. bs omega olacaqdır. Gəlin biz bunun qrafikini çəkməyə çalışaq. Deməli, fi'nin zamandan asılılığı bir də elektrik hərəkət qüvvəsi, induksiya elektrik hərəkət qüvvəsinin zamandan asılılığını qurmağa çalışaq. Dedik ki, maqnit seli burada kosinus qanunu ilə dəyişir. Kosinus biz bilirik ki, sıfırda maksimum qiymət olan 1'i alır. 1'i bs vursa maksimum fi m-i verəcəkdir. Onda bu kosinus qanununa dəyişən qrafik bu cür olacaqdır. Bu hissə olacaqdır maqnit selinin maksimum qiyməti. Burada da mənfi fi yaza bilərəm. Sonra digər tərəfdən biz bilirik ki, induksiya elektrik hərəkət qüvvəsi isə sinus qanunu ilə dəyişdi. Onda müsbət sinusun qrafiki də sıfırda sinus 0 aldığı üçün qrafik sıfırdan başlayacaq. Bu qaydada olacaqdır. Burada amplitud qiymətdir.
davam eləyək. Qrafiklərini çəkəndən sonra bu YM-i düsturlarını yazsaq, BS, omega biz bilirik ki 2pi bölünsün T'dir və yaxud 2pi vurulsun BS vurulsun 2pi vurulsun ni düsturu nə hesablanacaqdır. Bu qaydada düsturları olacaqdır. Əgər dolaqların sayı n sayda olarsa, onda biz maksimum qiyməti n vurulsun BS vurulsun omega düsturu ilə hesablayarıq. Dolaqların sayı n qədər n sayda olarsa. Deməli, bizim birinci başlığımız oldu burada. Generator. Bunu qeyd edək. Generator dedi dəyişən elektrik generator vasitəsilə yaradılır və elektromaqnit induksiyasına əsaslanır. İkinci başlığımız olacaq dəyişən cərəyan dövrəsində aktiv müqavimət. Deməli, biz şəkli çəkməyə çalışaq. Bu bizim olsun rezistor dövrədə. Dəyişən cərəyan dövrəsidir. Rezistorun şərti işarəsini yazırıq. Dəyişən cərəyan dövrəsi, şərti işarəsi bu qaydada olacaqdır. Və təsəvvür eləyək ki, burada gərginlik U bərabərdir. UM kosinüs qanunu. Sinüslə dəyişə bilər. Mən istənilən bir dəyişən qoyuram. Kosinüs omega t qanununa dəyişir. Biz bilirik ki, cərəyan şiddəti U bölünsün R-ə bərabərdir. U-nun yerinə UM kosinüs omega t yaza bilərəm. Bölünsün R olacaqdır. Bu ifadə UM bölünsün R ifadəsi bizə cərəyan şiddətinin maksimum qiymətini verir. Onda cərəyan şiddəti bərabərdir IM vurulsun kosinüs omega t. Fikir veririksə, burada gərginlik kosinüs qanununa dəyişən zaman bizdə cərəyan şiddəti də kosinüs qanunundan dəyişdi. UM kosinüs omega t. Biz deyə bilərik ki, dəyişən cərəyan dövrəsində aktiv müqavimətdə cərəyan şiddəti və gərginlik rəqsləri eyni fazada rəqs edirlər. Biz bunların qrafiklərini çəksək, deməli, cərəyan şiddəti və gərginliyin qrafiklərini çəksək, bu olsun gərginliyin zamandan asılılığı, bu da olsun cərəyan şiddətinin zamandan asılılığı. Hər ikisi dedik ki, kosinüs qanununa dəyişir. Kosinüsün qrafiki biz bilirik, kosinüs sıfırda maksimum qiyməti olan 1'i alır. 1'i əmsala vursa maksimum olacaq. Onda qrafik bu cür olacaqdır. Bura olur mənfi UM. Bura olur müsbət UM. Eyni zamanda cərəyan şiddətinin rəqsləri də kosinüs qanunundan dəyişəcəkdir. Bu qaydada olacaqdır. Bura olacaq müsbət IM. Bura olacaq mənfi IM. Yəni hər ikisi kosinüs qanununa dəyişdi. Dəyişən cərəyan dövrəsində ampermetr və voltmetr cərəyan şiddəti və gərginliyin təsir edici qiymətlərini ölçür. Bunu yadda saxlayaq. Yəni ampermetr və voltmetr burada qeyd yazaq. Ampermetr və voltmetr.
təsir edici qiymətləri ölçür. Təsir edici qiymətləri ölçür. Təsir edici qiyməti tapmaq üçün i bərabərdir. Amplitud qiyməti kökdə 2-yə bölmək kifayətdir. Gərginlikdə də eyni zamanda UM bölünsün. Kökdə 2 yaza bilərik. Bu qaydada düsturlardan istifadə olunur. Gəlin bir nümunəyə baxaq. Mənə burada cərəyan şiddətinin zamandan asılı qrafikini verib. Cərəyan şiddətinin zamandan asılı qrafiki sinusoid qaydada dəyişir. Burada amplitud qiyməti 0.4, burası 0, burada mənfi 0.4 və aktiv müqaviməti verib bizə 40/2. 40/2 veribdir. Bizdə gərginliyin təsir edici qiymətini istəyir. Burada gərginliyin təsir edici qiyməti əlbəttə ki, cərəyan şiddətinin təsir edici qiyməti vurulsun R şəklindədir. Təsir edici qiymət nə idi? IM bölünsün kökdə 2. Gətirib burada yazsaq, IM bölünsün kökdə 2 vurulsun R yaza bilərik. IM özü 0.4'dür. Yəni qrafikdən görünür ki, bu 0.4'ə bərabərdir. Yəni amplitud qiymətlərdir bunlar. Burada qeyd eləyək 0.4 bölünsün kökdə 2 vurulsun 40/2. Kökdə 2 ilə kökdə 2 getdi. 0.4'ü 40'a vursaq eləyəcək 16 volt. Deməli, yadda saxlayaq ki, burada aktiv müqavimətdə tezliyi, dövri tezliyi period olmadığından aktiv müqavimət bunlardan asılı deyildir. Aktiv müqavimət nə dövri tezlikdən, nə tezlikdən, nə perioddan asılı deyildir. Qrafikimiz bu şəkildə olacaqdır. Digər tərəfdən biz dəyişən sabit elektrik cərəyanında gücün ifadələrin, Joule-Lenz qanununda istilik miqdarının ifadələrini bilirik. Onda biz bu ifadələri yazsaq, P bərabər idi, I kvadratı vurulsun R idi və yaxud U kvadratı bölünsün R idi və yaxud I vurulsun U idi. Bu ifadələrdə təsir edici qiymətlərdir və təsir edici qiymətlərin yerinə yazsaq, yaza bilərik ki, P bərabərdir. I-ni kvadrata yüksəltsək, yəni I bərabərdir IM bölünsün kökdə 2'dir. Kvadrata yüksəltsək, olacaq IM kvadratı R. Kökdə 2'nin kvadratı neçə eləyir? 2 edir. O da bərabərdir. UM, U-nu kvadrata yüksəltsək, UM bölünsün kökdə 2'nin yəni kvadrata yüksəltsək, UM kvadratı kökdə 2'nin kvadratı 2 eləyir. Məxrəcdə yanında bir dənə də R var. Digər tərəfdən I-nin yerinə IM bölünsün kökdə 2, U-nun yerinə UM bölünsün kökdə 2 yazsaq, ifadə bu şəkildə olacaqdır. Kökdə 2'ni kökdə 2'yə vursaq, 2 edəcəkdir. Joule-Lenz qanununda da istilik miqdarını biz yazsaq, Joule-Lenz qanununda istilik miqdarı I kvadratı RT, U kvadratı T bölünsün R idi və yaxud I, U, T idi. Bunlar təsir edici qiymətlərdir. Biz təsir edici qiymətləri gətirib yerində yazsaq, ifadə bu şəkildə olacaqdır. I-ni kvadrata yüksəl, yəni IM bölünsün kökdə 2'nin kvadrata yüksəldəndə olacaq IM kvadratı RT kökdə 2'nin kvadratı 2 eləyir.
u-nu kvadrata yüksəlt. Yəni u-n bölünsün kökdəkini kvadrata yüksəlt. Olacaq u-n kvadratı t bölünsün kökdəkinin kvadratı 2. Məxrəcdə yanında r. i-nin yerində yazaq. i-n bölünsün kökdəki. U-nun yerində u-n bölünsün kökdəki olacaq. i-m u-m vurulsun t. Kökdəkini kökdə 2-yə vursaq 2 eləyəcəkdir. Bizdə düsturlar bu şəkildə olacaqdır. Davam eləyək. Üçüncü başlığımız olacaqdır bizim dəyişən cəryan dövrəsində tutum müqaviməti. Gəlin dövrəni çəkməyə çalışaq. Kondensator çəkirik. Kondensator tutum müqaviməti olduğu üçün biz bura x, c yazacağıq. Yəni tutum müqaviməti. Deyək ki, burada dəyişən cəryan dövrəsinin şərti işarəsini çəkək. Deyək gərginliyi kosinus qanunundan dəyişsin. U-n vurulsun kosinus omega t. Biz bilirik ki, elektrik yükü, yəni Q bərabərdir C-U-dur. Onun yerinə gətirib U-m kosinus omega t yazırıq. U-m kosinus omega t. Deməli, burada elektrik yükü C-U-m kosinus omega t qanunundan dəyişir. Digər tərəfdən biz bilirik ki, cəryan şiddəti elektrik yükünün zamana görə törəməsinə bərabərdir. Gəlin bu ifadəni törəmə alaq. Yəni C-U-m kosinus omega t. Bundan biz törəmə alaq. Onda i bərabərdir. Omega əmsala vurulur. Olacaq C-U-m vurulsun omega. Kosinusun törəməsi mənfi sinusdur. Sinus omega t mənfini atdıq qabağa. Onda bu ifadə, bu əmsal amplitud qiyməti verir. Yəni i-min maksimum qiymətini verir. Onda cəryan şiddəti burada mənfi i-m sinus omega t qanunundan dəyişəcəkdir. Amma kosinus hansı qanundan dəyişdi? Kosinus u bərabərdir u-m kosinus omega t. Buradan görünür ki, cəryanın rəqsləri, tutum müqavimətində cəryanın rəqsləri gərginlik rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Gəlin qrafiki çəkək. Gərginliyin zamandan asılı qrafiki, cəryan şiddətinin zamandan asılı qrafiki. Görürük ki, gərginlik kosinus qanunundan dəyişir. Yəni kosinus 0-da maksimum qiyməti alır. Onda qrafik buradan başlayır. Bura olur u-m. Bura olur mənfi u-m. Mənfi sinusdan dəyişir cəryan şiddəti. Cəryan şiddəti mənfi sinusdan dəyişdi. Sinus 0-da 0 alır. 0-ı nəyə vursan 0 eləyər. Qrafik bu cür olacaqdır. Mənfi olduğu üçün mənfidən başlayacaqdır. Burada cəryan şiddətinin amplitud qiymətidir. Buradan fikir verin ki, cəryanın rəqsləri gərginlik rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Nə demək istəyirəm? Yəni mən buradan pi bölünsün 2-ni ayırsam, pi bölünsün 2 ayırsam, bizə nəyi verəcək? Cəryanın
rəqslərini verəcəkdir. Yəni cəryanın rəqsləri tutum müqavimətində gərginlik rəqslərindən pi bölünsün 2 qədər qabaqdadır. Davam eləyək. Biz burada düsturdan görürük ki, i-nin düsturları i bərabərdir. I-nin maksimum qiyməti nə idi? S omega UM-dir. Yəni S UM vurulsun omega. Burada təbii ki, bu maksimum qiymətdir. Omeganın düsturlarını yazsaq, S UM vurulsun 2 pi nü yaza bilərik və yaxud S UM vurulsun 2 pi bölünsün T yaza bilərik. Bu da cəryan şiddətinin düsturları olacaqdır. Digər tərəfdən biz bilirik ki, İM bərabərdir S UM vurulsun omegadır. Ohm qanununa görə İM bərabərdir UM vurulsun tutum müqaviməti olduğu üçün XS-dir. Biz bilirik ki, bərabərliyin sol tərəfi bərabərdirsə, mütləq ki, sağ tərəf də bərabərdir. Onda İM-lər bərabər olduğu üçün sağ tərəfi bərabərləşdirsək, yəni SUM vurulsun omega bərabərdir UM vurulsun XS yaza bilərik. Buradan UM-lər ixtisar olundu. Üzr istəyirəm, burada qarışıqlıq oldu. Burada UM bölünsün XS yazmalıyam ohm qanununa görə. İndi bərabərləşdirə bilərik. Çünki ohm qanunu UM bölünsün R idi. Burada tutum müqaviməti olduğu üçün XS yazmalıydım. Deməli, S UM vurulsun omega bərabərdir nəyə? UM bölünsün XS. Buradan UM-lər ixtisar olundu. Geriyə nə qaldı? Buradan yazsa XS-ni tapaq. Bu ifadədən XS-ni tapsaq 1 bölünsün omega S olacaqdır. Omeganın düsturlarını da yaza bilərik. 1 bölünsün 2 pi nü S və yaxud periodla əlaqələndirsək 2 pi bölünsün T-dir, T qalxacaq sürətə. Olacaq T bölünsün 2 pi S. Bu da tutum müqavimətinin düsturlarıdır. Deməli, burada XS tutum müqavimətidir. Tutum müqaviməti. Vahidi ohmdur. Və yaxud hertz vurulsun 1 bölünsün hertz vurulsun faraddır. Tutumun vahidi farad olur. Hertz 1 bölünsün saniyədir. Saniyə qalxır sürətə. Olur saniyə bölünsün farad. Bu şəkildə olacaqdır. Gəlin asılılıq qrafiklərinə baxaq. Deməli, XS-nin omega və nüdən asılılığı. Həm omega, həm nü məxrəcdə olduğu üçün bunlarla tərs mütənasib asılıdır. Perioddan asılılıq isə period sürətdə olduğu üçün perioddan düz mütənasib asılıdır. XS perioddan asılılığı düz mütənasib olacaqdır. Deməli, aktiv müqavimətdə müqavimət nə tezlikdən, nə dövrü tezlikdən, nə perioddan asılı deyildir. Amma tutum müqavimətində isə tezlik, period, dövrü tezliyi olduğu üçün bunlardan asılıdır. Biz EM-in də asılılığını qura bilərik burada. EM görürük ki, dövrü tezliklə düz, tezliklə düz, amma perioddan tərsdir. Period tutum müqavimət nədirsə, cəryan şiddəti onun əksi olmalıdır. Buradan asılılıq qursaq. Cəryan şiddəti omegadan tezlikdən
Cərəyan şiddəti perioddan. Demək tezlikdən, dövrü tezdən düz asılıdır. Perioddan isə tərs mütənasib asılığı olacaqdır. Davam edək. Dördüncü başlığımız dəyişən cərəyan dövrəsində induktiv müqavimət. Şəkli təsvir etməyə çalışaq. Dəyişən cərəyan dövrəsi şərt işarəsini çəkək. Burada tutum, daha doğrusu induktiv müqavimət olduğundan XL yazıram. Yəni induktiv müqavimət XL-dir. Və deyək ki, cərəyan şiddəti burada I bərabərdir IM vurulsun kosinus omega T qanunu ilə dəyişsin. Kosinus omega T qanunu ilə dəyişir. Biz bilirik ki, maqnit seli bərabərdir. L vurulsun İ'dir. İ'nin yerinə IM kosinus omega T yazsam, olacaq IM kosinus omega T. Bura Φm'dir. Onda biz deyəcəyik ki, maqnit seli burada Φm, yəni bu ifadə əmsal həmişə amplitud qiyməti verir. Onda biz burada yaza bilərik ki, Φm kosinus omega T. Deməli, burada maqnit seli kosinus qanunu ilə dəyişir. Digər tərəfdən biz bilirik ki, dəyişən cərəyan dövrəsində daxili müqavimət olmadığından burada gərginlik modulca elektrik hərəkət qüvvəsi, induksiya elektrik hərəkət qüvvəsinə bərabərdir. Bu da maqnit selinin törəməsi idi. Mənfi işarə maqnit selinin törəməsi idi. Amma modulca maqnit selinə baxdığımız üçün burada bunun modul törəməsinə bərabərdir. İndi biz maqnit selinin törəmə almaqla birbaşa ilə gərginliyi tapa bilərik. Düzdürmü? Bir daha deyirəm. Burada daxili müqavimət olmadığından gərginlik birbaşa induksiya elektrik hərəkət qüvvəsinə bərabərdir. O induksiya elektrik hərəkət qüvvəsi də maqnit selinin törəməsi idi zamana görə. Maqnit selinin mənfi törəməsinə bərabərdir. Amma buna biz modulca baxdığımız üçün, induksiya elektrik hərəkət qüvvəsinə modulca baxdığımız üçün biz burada maqnit selinə də modulca baxmalıyıq. Deməli, biz bundan törəmə alsaq, yəni, burada yazaq, U bərabərdir, mənfi L IM, gəlin mənfini yazmayaq hələ, yazaq L IM, kosinus omega T'dən zamana görə törəmə alaq. Törəmə aldığımız zaman omega əmsala vurulur. Kosinus törəməsi mənfi sinusdur. Qabağa bir dənə mənfi atıram. L IM sinus, daha doğrusu omega sinus omega T. Deməli, burada fikir veririksə, burada yazaq. Cərəyan şiddəti IM kosinus omega T qanunu ilə dəyişən zaman, amma burada gərginliyin rəqsləri isə mənfi UM sinus omega T qanunu ilə dəyişdi. Yəni bu ifadə, bu hasil, əmsal həmişə amplitud qiymətdir. Yəni mənfi UM sinus omega T qanunu ilə dəyişdi. Deməli, burada biz UM-in maksimum qiyməti nəyə bərabərdir? L IM vurulsun omega. Bu ifadəni almış olduq. İnduktiv müqavimətdə yadda saxlayaq ki, gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərini pi bölünsün 2 qədər qabaqlayır.
tutum müqavimətində cərəyan şiddətinin rəqsləri gərginliyin rəqslərini pi bölünsün 2 qədər qabaqlayırdı. Burada isə gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Gəlin biz bunun qrafikini çəkməyə çalışaq. Cərəyan şiddətinin zamandan asılılıq qrafiki, gərginliyin zamandan asılılıq qrafiki. Biz bilirik ki, cərəyan şiddəti burada kosinus qanumundan dəyişdi. Kosinus 0-da maksimum qiyməti alır. Maksimum IM-ə vursaq, elə IM-in özünü verəcəkdir. Bu şəkildə qrafik olacaqdır. Bura IM-dir. Burada mənfi IM-dir. Burada isə mənfi sinüs qanunundan dəyişdi. Sinüs 0-da 0 alır. 0-da 0 aldığı üçün qrafik 0-da başlayacaq. Mənfi olduğu üçün qrafik bu cür davam edəcəkdir. Burada mənfi UM-dir. Bu şəkildə olacaqdır. Yəni, yadda saxlayaq ki, tutumda cərəyan şiddəti gərginliyi pi bölünsün 2 qədər qabaqlayır. Amma induktiv müqavimətdə isə gərginliyin rəqsləri cərəyan şiddətinin rəqslərini pi bölünsün 2 qədər qabaqlayacaqdır. Davam edək. İndi biz burada gərginliyin tutum müqavimətini, induktiv müqaviməti çıxarmağa, düsturunu çıxarmağa çalışaq. Biz bilirik ki, UM bərabərdir. L vurulsun IM, o da vurulsun omeqadır. Digər tərəfdən ohm qanununu yazsaq, UM bərabərdir. IM vurulsun müqavimət. Burada induktiv müqavimət olduğundan XL yazırıq. Və bərabərliyin sol tərəfi bərabərsə mütləqdir ki, sağ tərəfi də bərabərdir. Onda biz bunları bərabərləşdirsək, L IM vurulsun omega bərabər olacaq. IM vurulsun XL. IM'lər buradan ixtisar olunsa, başqa rənglə göstərək, ixtisar olunsa, burada XL bərabərdir. Alarıq ki, omega vurulsun L. Omeganın düsturlarını yazsaq, 2 pi nü L və yaxud 2 pi bölünsün T vurulsun L. Bu düsturları yaza bilərik. Bu da induktiv müqavimətin düsturlarıdır. Buradan biz asıllıq qrafikləri də çəkə bilərik. İnduktiv müqavimətin görürük ki, dövrü tezliyinə və tezliyinə asılılığı düz asılıdır. İnduktiv müqavimətin perioddan asılılığı isə məxrəcdə olduğundan tərs mütənasib asılı olacaqdır. Və yaxud cərəyan şiddətinin düsturlarını da çıxarsaq buradan, I bərabərdir. U bölünsün XL'dir. U bölünsün omega L'dir. Və yaxud U bölünsün 2 pi nü L'dir. Periodla əlaqələndirsək, U vurulsun T bölünsün 2 pi L'dir. Bu düsturları almış olarıq. Buradan görünür ki, cərəyan şiddəti periodla düz, dövrü tezliyi və tezliklə isə məxrəcdə olduğu üçün tərs mütənasib asılıdır. Gəlin bunların asılılığını quraq. Cərəyan şiddəti dövrü tezliyi tezlikdən məxrəcdə olduğu üçün tərs mütənasib asılıdır. Cərəyan şiddəti periodla sürətli olduğu üçün düz mütənasib asılı olacaqdır. Yəni, burada XL nədir? XL burada induktiv müqavimətdir. İnduktiv müqavimət.
induktiv müqavimətin vahidi ohmdur və yaxud omega L olduğundan hertz vurulsun Henry'dir. Hertz özü 1/saniyədir. Saniyədir. Onda bunu mən Henry bölünsün saniyə şəklində də yaza bilərəm. Bir nümunəyə baxaq. Burada. Bizə belə bir qrafik versə, XL-in burada versə, məsəl üçün tezlikdən asılı qrafik bu cür olsa və bu bucaq da alfa olsa və desək ki, bu bucağın tangensi bizə nəyi verir? Biz burada yaza bilərik ki, XL bərabərdir. Yəni burada yaza birinci tangens alfa sual. Biz bilirik ki, XL nədir? Omega L'dir. Bu düstur tezliyə gətirsək olacaq 2 pi nü L olacaqdır. Digər tərəfdən bu bucağın biz tangensini tapsaq, bu tərəf XL-dirsə, onda burada XL-dir. Onda bura nədir? Tezlikdir, nüdür. Qarşı katin bitişik katin nisbətini tapmalıyam burada. Burada mən L-i tapsam, L bərabərdir. Yanındakılar düşür məxrəcə, yəni 2 pi nü düşdü məxrəcə. XL qalxır sürətə. Digər tərəfdən biz bilirik ki, qarşı katin bitişik katin nisbəti tangens verir. Yəni bu qarşı katitdir XL. Burada bitişik katitdir. Bax, burada bitişik katitdir. Yəni qarşı katin bitişik katin nisbəti bizə tangens alfanı verir. Düstur olur burada tangens alfa bölünsün 2 pi. Bizə tangens alfanı istəyir. Biz burada tangens alfanı tapsaq, çarpaz vuraram 2 pi-ni L-ə. Deməli, tangens alfa 2 pi L-ə bərabər imiş. Bu şəkildə olacaqdır. Davam edək. Bir qeyd yazaq burada. Osiloqraf. Osiloqraf, yadda saxlayaq ki, osiloqraf belə bir cihazdır. Belə bir cihazdır və rəqsləri müşahidə etmək üçün istifadə olunur. Rəqsləri müşahidə etmək üçün istifadə olunur. Beşinci başlığımızı yazırıq. Tam dəyişən cərəyan dövrəsində ohm qanunu. Tam dəyişən cərəyan dövrəsində ohm qanunu. Dövrəni sxematik çəkməyə çalışaq. Tam dəyişən cərəyan dövrəsində həm rezistor var, həm tutum müqaviməti var. Həm də induktiv müqavimət vardır. Həm də induktiv müqavimət vardır. Bu şəkildə bir dövrəmiz olsun.
bu dəyişən cərəyan dövrəsinin şərti işarəsini burada çəkək biz. Və deyək ki, U bərabərdir. Bunu başqa rənglə göstərək. U bərabərdir UM kosinus omega t qanunundan dəyişsin. Bu rezistorun şərti işarəsidir. Bu tutum müqavimətidir. Bu da induktiv müqavimətdir. Biz burada ohm qanunu yazan zaman belə yazacağıq. Yazacağıq ki, burada tam müqavimət Z hərfi ilə işarə olunur və kök altında rezistorun kvadratı üstə gəlsin. Tutum müqavimət çıxılsın. İnduktiv müqavimətin kvadratı. Bu tam müqavimətdir. Bu düstur tam müqavimətin düsturudur. Deməli burada x ilə bərabər olsa, yəni tutum müqaviməti induktiv müqavimətə bərabər olsa, deyəcəyik ki, buna rezonans baş verir. Rezonans baş verir. X-yə bərabər olsa, burası sıfıra gedir. Sadəcə rezistorun müqaviməti qalır. Təbii ki, burada biz Z-i belə də yaza bilərik. Kök altında rezistorun kvadratı üstə gəlsin. Tutum müqavimətin yerinə 1 bölünsün omega S çıxılsın. Omega L'in mötərizə kvadratı şəklində yaza bilərik. Bu şəkildə olacaqdır. Təbii ki, burada gərginliyi də yazsaq. Gərginlik də U bərabərdir. Rezistordakı gərginlik üstə gəlsin. Tutumdakı gərginlik çıxılsın. İnduktivlikdəki gərginliyin kvadratı. Burada da US bərabərdir UL olsa, deyəcəyik ki, rezonans baş verir. Rezonans baş verir. Ohm qanununu yazsaq burada. Ohm qanunu IM bərabərdir. UM bölünsün Z'dir. O da bərabərdir. UM bölünsün kök altında R kvadrat üstə gəlsin. X-ə çıxılsın. X-in mötərizə kvadratıdır. Bu da dəyişən cərəyan dövrəsi üçün ohm qanunu. Burada yazaq adın. Cərəyan dövrəsində dəyişən cərəyan dövrəsində ohm qanunu. Bu şəkildə olacaqdır. 6-cı başlığımız olacaqdır bizim transformatordur. Transformator iki sarğıdan ibarətdir, iki dolaqdan ibarətdir. Bir giriş gərginliyi olur, bir də çıxış gərginliyi olur. Deməli, şərti işarəsini çəkməyə çalışsaq, belə bir transformator çəkərik. Bu şəkildə olacaqdır. Aha, burada ortada bir xəttdir. Bura M1'dir. Yəni girişdəki dolaqların sayı, bura çıxışdakı dolaqların sayı.
Bura giriş gərginliyi deyək. Giriş gərginliyi U1 olsun. U2 də olsun çıxış gərginliyi. Transformasiya əmsalından istifadə edirik burada. K bərabərdir. Girişdəki dolaqların sayının çıxışdakı dolaqların sayına nisbəti. O da bərabərdir. Girişdəki gərginliyin çıxışdakı gərginliyə nisbəti. Burada güclər bərabərdir. Yəni P1 bərabərdir P2'dir. Bu şərtə görə biz yaza bilərik ki, gücün düsturu nə idi? P bərabər idi. I vurulsun U idi. Onda biz burada P1'in yerinə yazaram. I1 vurulsun U1 bərabərdir. I2 vurulsun U2. Və bu nisbətlərdən görürəm ki, I1'in I2'yə nisbəti I1'in I2'yə nisbəti bərabərdir. U2'nin U1'ə nisbətinə. Yəni, cərəyan şiddətinin gərginliyi tərs mütənasib asılıdır. Hansı girişdəki gərginlik çoxdursa, deməli girişdəki cərəyan şiddəti azdır. Onda nisbəti belə yazaram. I2 bölünsün I1. Transformasiya əmsalının düsturu bu şəkildə olacaqdır. Təbii ki, bu atsız kəmiyyətli transformasiya əmsalı üçün gərginlik bölünsün gərginlik və yaxud da amper bölünsün amper bizə atsız kəmiyyəti verir. Deməli, burada K əgər birdən böyük olarsa, K birdən böyük olarsa nə deməkdir? Yəni, kəsin sürəti məxrəcindən böyükdür. Yəni, girişdəki gərginlik çıxışdakı gərginlikdən böyükdürsə, demək gərginlik azalıb da. Azalıbsa onda bu olacaq alçaldıcı transformator. Alçaldıcı. Yox, K birdən kiçik olarsa, K'nın birdən kiçik olması nə deməkdir? Məxrəc sürətdən böyükdür, düzdürmü? Məxrəc sürətdən böyükdür, yəni çıxış girişdən böyükdür. Yəni girişdə az olub, sonra artıb. Olur nə? Yüksəldici transformator. Yüksəldici transformator olacaqdır. Yekunda biz burada faydalı iş əmsalından danışacağıq. Bura yazaq fiyə. Faydalı iş əmsalı E tərifindən işarələnir. P2 bölünsün P1, yəni güclərin nisbətinin faizlə ifadəsidir. P2'nin yerinə yaza bilərəm. I2 U2 bölünsün I1 vurulsun U1 vurulsun 100%. Bu düsturdan istifadə olunacaqdır. Bu faydalı iş əmsalıdır. Gəlin bir-iki nümunəyə baxaq. Bizə burada cərəyan şiddətinin zamandan asılı qrafikin versin bu qaydada. Cərəyan şiddəti zamandan sinusoid qaydası ilə dəyişsin. Bu şəkildə. Bura 1'dir. Bura 2'dir. Bura 4'dir. 1, 2, 3, üstün 4. Dört düşür bura. Deməli, bura 4'dür, bura 0'dır. Amplitud qiymətləri qeyd eləyək. Burada deyək 0.3 olsun. Burada mənfi 0.3'dür. Bizə burada verib induktiv müqaviməti 12 ohm. Pi də 3'dür. Bizə deyir ki, induktivlik nəyə bərabərdir? Buradan biz bilirik ki, XL bərabərdir. Omega vurulsun L'dir. Omega'nın yerinə yaza bilərəm ki, 2 pi bölünsün T vurulsun L'dir. Buradan L'yi tapsaq, L'in yanındakı 2 pidir. Düşür məxrəcə. XL vurulsun T isə sürətdə yazılır. XL 12'dir.
Bir tam periyod ne zaman olur? Bu yarım çevrədir, düzdürmü? Bu yarım çevrədir. Oldu burada tam çevrə. Tam çevrə 4 saniyədə oldu. Deməli 4 saniyə bunun periyodudur. Bölünsün. Pi 3'dür. 2 vurulsun 6. 12'ni 4'e vur 48. 48'i 6'ya bölsək 8 Heynir olacaq sualın cavabı. Başka bir nümunəyə baxaq. Belə bir dəyişən cəryan dövrəsi verilib. Burada bir kondensator var. Ve buna bir ampermetr birleştirilir ve buna ampermetrin de A1 ampermetri. Burada bir sargacı var. Ve buna da bir ampermetr birleştirilir. Bunun da ampermetrini diye A2 ampermetri. Deyirəm ki, və bu gərginlik UM kosinüs omega t qanunu ilə dəyişir. Amplitudun qiymətini dəyişmədən deyirəm ki, bunun tezliyin azaldaq. Tezliyin azaldaq. Cəryan şiddəti, yəni A1 ampermetrinin göstərişi və A2 ampermetrinin göstərişi necə dəyişər? Biz bilirik ki, IM bərabərdir, kondensatora baxıram. IM bərabərdir, UM bölünsün XC. Yəni bura tutumdursa, burada XC tutum müqaviməti olacaqdır. Bura L'dirsə, burada da induktivlik müqaviməti olacaqdır. XC-ni tapsaq birinci halda UM bölünsün omega C. Tezliği yazsaq UM bölünsün 2 pi nü C. Düsturumuz bu şəkildə olacaqdır. Daha doğrusu üzr istəyirəm. 1 bölünsün omega C yazmalıyam. Burada omega C qalxır sürəti olacaq. Omega C tezliyi gətirsək düstura UM vurulsun 2 pi nü C. Buradan görünür ki, tezliklə tutumdakı olan ampermetr düz mütənasibdir. Yəni cəryan şiddəti ilə burada tezlik düz mütənasib asılıdır. Əgər tezlik azalırsa, cəryan şiddəti də azalacaq. Cəryan şiddəti azalırsa, yəni XC-dəki ampermetr A1'dir. Deməli A1'in göstərişini eləyəcək, azalacaqdır. İndi ikinci biz burada baxırıq. İkinciyə, yəni IM bərabərdir. UM bölünsün X elə baxırıq. XL induktiv müqavimətdir. Onda mən UM bölünsün omega L yaza bilərik. Bunu tezliyə gətirsək düsturu yaza bilərəm 2 pi nü vurulsun L. Buradan görünür ki, cəryan şiddəti tezliyin tərs mütənasib asılıdır. Əgər tezlik azalırsa, cəryan şiddəti artacaqdır. Cəryan şiddəti burada A2 ampermetrin göstərişidir. A2 ampermetrin göstərişini eləyəcəkdir, artacaqdır. Onda A2'nin göstərişi artacaqdır. A1 azalar, A2 artar. Başka bir nümunəyə baxaq. Belə bir dəyişən cəryan dövrəsi olsun. Burada bir kondensator olsun.
Bu qaydada burada da bir kondensator olsun. Dəyişən cəryan dövrəsidir. Və deyək ki, o bərabərdir UM sinüs omega t qanunundən dəyişsin. Bunun tutumuna 4S deyək, bunun tutumuna 2S deyək, bunun da tutumuna 2S deyək. Deyirəm ki, tutumun düsturu necə olacaqdır? Biz bilirik ki, başqa nədən istifadə edək? X bərabərdir 1 bölünsün, buraya yaxşı olmadı. X bərabərdir 1 bölünsün omega S ümumi yazaq bura. Deməli, buradakı tutumlar bir-birinə paraleldir və bu paralellikdən alınan nəticəni mən burada qeyd eləsəm, S paralel bərabərdir S1 üstə gəlsin S2. Yəni 2S üstə 2S 4S. Bu 4S'dən sonra buradakı 4S gəlib, düzdürmü? Yəni buradakı 4S gəlib. Deməli, bu 4S də bu 4S-yə nədir? Ardıcıldır. Onda ümumini tapsam, ardıcıl olduğundan S bölünsün, ikisi də 4S olduğundan birini götürüb sayına bölürük. 4S bölünsün 2, yəni 2S. Ümumi tutum 2S oldu. Gətirib ümumi tutumun yerində yazsaq, X bərabərdir 1 bölünsün omega, S-nin yenə 2S yazsa olacaq 2 omega S. İfadə bu cür olacaqdır. Deməli, bizim bugünkü dərsimiz bu qədərdir. Gəlin görək biz ilk öncə nə öyrəndik bugün? Deməli, biz dəyişən cəryan dövrəsindən danışdıq. Dedik ki, dəyişən cəryan dövrəsi zamandan asılı olaraq sinüs və kosinüs qanunu ilə dəyişir və generator vasitəsilə yaradılır. İş prinsipi də elektromaqnit induksiya hadisəsidir. Buradan induksiya vektorları keçir, çərçivəni fırladan zaman və maqnit seli artır. Maqnit seli də burada BS kosinüs alfadır. Bunu omega bucaq sürətindən fırladırıq. Alfa omega t idi. Onda yazırıq fi bərabər BS kosinüs omega t. Bu şəkildə yazırıq. Sonra induksiya elektrik hərəkət qüvvəsi mənfi fiinin törəməsidir. Qrafikləri görürük ki, biri kosinüsdən dəyişən zaman, biri də sinüsdən dəyişdi. Və burada induksiya elektrik hərəkət qüvvəsinin düsturlarını qeyd edirik. Daha sonra dəyişən cəryan dövrəsində aktiv müqavimətdən danışdıq. Dedik ki, dəyişən cəryan dövrəsində aktiv müqavimət eyni fazada rəqs eləyirlər. Əgər cəryan şiddəti kosinüsdən dəyişirsə, gərginlik də kosinüsdən dəyişir. Hər ikisi eyni qanunla dəyişir. Təsirci qiymətləri yazdıq. Nümunələr göstərdik burada. Gücü və istilik miqdarının ifadələrini yazıb təsirci qiymətlərindən göstərdik. Sonra dəyişən cəryan dövrəsində tutum müqavimətdən danışdıq və qeyd etdik ki, tutum müqavimətində düsturların çıxarışını verdi. Əgər gərginlik kosinüs qanunundan dəyişirsə, dedik ki, cəryan şiddəti mənfi sinüs qanunundan dəyişir. Burada yadda saxlamaq lazımdır ki, cəryanın rəqsləri, yəni tutum müqavimətində cəryanın rəqsləri gərginlik rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Amma tutum müqavimətində, induktiv müqavimətində isə əksi olacaqdır. Burada tutum müqavimətinin düsturlarını çıxartdıq, vahidlərini qeyd etdik, asıllıq qrafiklərini yazdıq. Daha sonra dəyişən cəryan dövrəsində induktiv müqavimətdən danışdıq. Burada da düsturları çıxartdıq və qrafikləri gördük ki, cəryan şiddəti burada kosinüs qanunu ilə dəyişən zaman, gərginlik isə mənfi sinüs qanunu ilə dəyişdi. Buradan görünür ki, induktiv müqavimətdə gərginliyin rəqsləri cəryanın rəqslərini pi bölünsün 2 qədər qabaqlayır. Burada düsturları yazdıq, induktiv müqavimətin düsturunu çıxartdıq və asıllıq qrafikləri yazdıq. Nümunələri də göstərdik. Sonra tam dəyişən cəryan dövrəsində ohm qanununu yazdıq. Bu ifadələri yazdıq və x ilə bərabər olduğu halında dedik ki, rezonans baş verir. Bunların hamısını dedik, ohm qanununu yazdıq. Transformatordan danışdıq. Dolaqların sayıdır, giriş və çıxış gərginliyi, transformasiya əmsalından danışdıq və faydalı iş əmsalından danışdıq. Və
Geriyə qalan vaxtlarda isə nümunələr göstərdi. Bizim qarşımıza çıxa biləcək nümunələrdən göstərdi. Ümidvaram ki, bu dərsimiz öyrədici oldu. İnşallah ki, dərsimizi hamı anlayıb. Bütün qarşımıza çıxan nümunələri, qarşımıza çıxa biləcək nümunələri göstərdi. Hər bir şey haqqında danışmışıq. Nümunələr də və dəyişən cərəyan dövrəsinin Ohm qanununda göstərmişik. Yerinə qoyub hesablamaqdır. İnşallah ki, dərsimiz başa düşüləndir. Sağ olun. Növbəti dərslərdə görüşənə qədər. Özünüzə yaxşı baxın.